Kəngərli rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov bildirib ki, 44 günlük vətən müharibəsi Azərbaycan xalqının şanlı tarixində qürur səhifəsi kimi daim yaşayacaq. Qeyd olunub ki, Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu işğal altında olan torpaqlarımızı azad edərək ölkəmizin ərazi bütövlüyünü bərpa edib. Bu qələbə minlərlə igid oğullarımızın, o cümlədən şəhid İsmail Fəzailoğlu Yüzbaşıyevin qanı və canı bahasına əldə olunub. Kamal Ələkbərov igid İsmail Yüzbaşıyevin keçdiyi şərəfli döyüş yolundan bəhs edərək onun vətənə sədaqətinin, cəsarətinin və qəhrəmanlığının gənc nəsil üçün nümunə olduğunu bildirib. Çıxış edən şəhid valideynləri övladlarının vətən uğrunda canlarından keçməsinin onlar üçün böyük qürur mənbəyi olduğunu vurğulayıblar. Digər çıxışlarda bildirilib ki, şəhidlərimizin müqəddəs qanı yerdə qalmayıb, torpaqlarımızın azadlığı uğrunda aparılan mübarizə şanlı qələbə ilə nəticələnib və bu zəfər xalqımızın tarixində əbədi iz qoyub. Məktəblilər şəhidlərin əziz xatirəsinə əsr olmuş şeirlər səsləndiriblər. Hər kəs İsmail deyib, eşqlə, məhəbbət ilə adı tanınır şəhid, xalq səni tanıyır igid, vətəni sevər oğul, Füzuli, Laçın, Hadrut, torpağında iz salıb, Şuşa sinəsi üstə, verdin son nəfəsini, Allah duydu səsini. Sonda qəhrəman şəhidin keçdiyi şərəfli döyüş yolundan bəhs edən video çarxa baxış olub. Oruç Mirzəyev, xanım Rüstəmzadə, Səxavət Məmmədov, NTV Xəbər.